Deməli belə, biz danışırıq, deməli, Avropa ilə nəyin? Asiyanın, biz danışırıq, deməli, Avropa ilə nəyin? Asiyanın sərhəddindən, deməli, Avropa ilə Asiyanın sərhəddi. Dedik ki, həm Avropada, həm Asiyada yerləşən 3 dənə dövlət var. Bunlar hansılardır? Bunlar hansılardır? 3 dənə dövlət var. Bəli. Həm Avropa, həm Asiyada yerləşən 3 dövlət. Avropa. Bəli. Birincisi deyəndə biri Rusiyadır. Avropa, Asiya. Avropa, Asiya. Bunların sərhəddində, yəni hər iki tərəfdə yerləşən 3 dənə dövlət var. Biri dedik ki, Rusiyadır. Yazaq. Rusiyanın böyük hissəsi yerləşir də Avropada. Təqribən 17% bir hissəsi yerləşir. Rusiya. Bu Rusiyadır. Həm Avropa, həm Asiyada yerləşir. Digər bir ölkə hansını qeyd edirik? 3 dənə dövlətimiz var belə. Buna yazaq 1. 3 dənə belə dövlətimiz var. Hansılardır? Azərbaycan dedik ki, yerləşmir də. O bizim fərziyyəmizdə. Deyirik ki, kaş yerləşə biləydik, amma hazırki bölgəyə əsasən yerləşmir. Cəmi 3 dənə dövlət var. İkinci ölkə hansıdır? Həm Avropa, həm Asiyada. Hansı ölkə? Bax, geridə qalan 2 dənə ölkə var. Bu ölkələrdən biri ilə yalnız su sərhəddimiz var. Digərindən isə ən qısa quru sərhəddinə malik. Ən qısa quru sərhəd kimi dedim ki, Türkiyə. Doğru deyirsən. Bax, biri də Türkiyədir. Türkiyə. Üçüncü ölkə hansıdır? Azərbaycanla su sərhəddinə malikdir. Azərbaycanla su sərhəddinə malik, yalnız su sərhəddinə malik neçə ölkə var? Qazaxıstan, və Türkmənistan. İndi fikirləşsən ki, Türkmənistan olar, yoxsa Qazaxıstan? Səncə hansı olar? Yox, burada yanlışa yol verdi. Yadda saxla ki, bu ölkə Qazaxıstandır. Qazaxıstan. Deməli, 3 dənə ölkə həm Avropa, həm Asiyada yerləşir. Rusiya, Türkiyə, bir də Qazaxıstan. Yaxşı, yadda saxla bunları. Sonra biz Avropadan danışarkən, deməli, Avropanın ucqar nöqtələri və burunlar deyirik. Ümumiyyətlə, burun anlayışı nədir? Yadda saxlamaq lazımdır ki, burun odur ki, məsələn, biz deyirik ki, Avropanın şimal ucqar nöqtəsi və yaxud şimal burnu nə adlanır? Nə dağları? Dağlar yox. Burunun adı nədir? Şimal ucqar nöqtəsində yerləşən burun. Bu hissədə yerləşir. Nordkindir. Deməli, biz Nordkin burnu. O deməkdir ki, Avropanın şimalında Nordkin burnundan şimalda yerləşən fiziki obyekt yoxdur. Aydın oldu Avropa qitəsinin. Və Nordkin burnu hansı ölkənin arasında yerləşir? Norveçin. Norveçin ərazisində yerləşir. Bundan əlavə Norveçin ərazisində bir dənə də fjord var. Hansı fjorddur? Sogne fjordudur ki, Sogne. Sogne fjordu da Norveçdə yerləşir. Norveçdə üçüncü bir obyektdə yerləşir. Bu da bilsən hansıdır? Burada bir dənə dağ sistemi var. Adı nədir onun? Adı nədir? Burada Skandinaviya dağlarıdır. Ən hündür nöqtəsinin adı nədir? Zirvəsinin. Qalxenbitger 2469 metr. Məhz bu Qalxenbitger zirvəsi Norveçin ərazisində yerləşir. Skandinaviya dağları həm Norveçin, həm də İsveçin ərazisini əhatə edir. Həm Norveçin, həm də İsveçin ərazisini əhatə edir və Finlandiya ilə bu hissədə olan sərhəddini təşkil edir. Ümumiyyətlə, yadında saxla ki, bu ərazi Skandinaviya adlanır. Skandinaviya. Amma və lakin, bu əraziyə biz, yəni, bax, bu hissədə yerləşən Finlandiyanı əlavə etdikdə, bu Fenoskandinaviya adlanır. Bax, bu Fenoskandinaviya adlanır. Fenoskandinaviya.
Skandinaviya. Fenoskandinaviya adlanır. Yadda qalar. Yəqin dəftər götürüb qeyd götürürsən də. Hə, bu Fenoskandinaviya adlanır. Burada bir dənə dəniz var, Baltik dənizi. Dünyada Baltik dənizi kəhraba ehtiyatına görə fərqlənir. Yəni Baltik dənizi sual olunsa ki, dünyada nəyə görə fərqlənir? Bizim pozan niyə belə sildi? Nəyə görə fərqlənir? Biz deməliyik ki, məhz Baltik dənizi dünyada kəhraba ehtiyatına görə fərqlənməkdədir. Yadda qalar. Aha, bu da belə. Gördüyüm bu hissədə də Baltik dənizi yerləşir. Aha. Sonra Şimali Avropa, bax bir də dərsin əvvəlində qeyd etdim. Bax Avropa regionu yazılır bu hissədə. Kitablarda güvəndə də var. Bu Avropa regionunu görsən bu rənglərlə verilir də. Məsələn bu sarı rəng Şimali Avropanı göstərir. Məsələn bu bölgü. Ümumilikdə, yəni biz birazdan dünyanın siyasi xəritəsinə, yəni iqtisadi coğrafiya bölməsinə keçəndə, yəni gördüyüm bu hissədə, biz bura diqqət edəndə sənlə bölgünü məsələ bu gördüyün şəkildə böləcəyik. Məsələn, Şimali Avropa, Orta Avropa, Cənubi Avropa, bir də Şərqi Avropa. Bax, Şimali Avropa sarı rəngləndir. Bu deməli göy rənglə göstərilib hansı? Yaşıl rənglə göstərilib Orta Avropa, Cənubi Avropa gördüyün deməli bax bu rənglə İtaliyanın, sonra Balkan yarımadasının bir hissəsi Piriney, bunlar da göstərilib Cənubi Avropa olaraq. Bu qırmızı rəng isə öz növbəsində ifadə edir Şərqi Avropanı. Yəni 4 hissədən ibarət. Şimali, Orta, Cənubi, bir də Şərqi Avropadan. Avropa o qədər də qəliz və deməli yadda qalmayacaq bir region deyil. Hə, indicə bir region olaraq diqqət yetirək. Region olaraq. Mən bunu silməyə çalışıram. Bu da ağardır şəkli. Mən bilmirəm ki, bu niyə belə edir. Gəl indi davam edək. Bax, bu şəkildə olanda görürsən də qələmin uzunluğunu dəyişir. Bax, belə eləyəndə görürsən də qələmin getdi istiqamət. Biraz da böyüdüm sənin üçün. Bax, belə görürsən. Ən yaxşısı budur. Belə göstərəcəm sənə. Buradan bax. Deməli biz danışırıq Şimali Avropadan. Dedik ki, şimalda Nortken burnudur. Norveç ərazisindədir. Cənubunda Cənub burnu nə adlanır? Bu hissədə Marokko və yaxud Mərakeş burnu, Marokko burnu da deyilir. Bəs qərb ucqar nöqtəsi Roka burnu adlanır. Bir də bizim üçün burada Ural dağlarının şərq ətəklərində bizim üçün şərq ucqar nöqtəsi var ki, bu da Qütb Uralı adlanır, Qütb Uralı. Və bu Qütb Uralı da Avropanın şərq ucqar nöqtəsidir. Aydın oldu. Bax, burada diqqət edəndə görürsən bunlar ikisi bir-birinə necə yaxındır. Bax, bu iki ucqar nöqtə bir-birinə necə yaxın yerləşirlər. Diqqət edirsən buna. Bax, bu ümumiyyən materiklərin, qitələrin arasında bir-birinə, yəni qitə olaraq deyək də, ən yaxın yerləşən iki burundur. Bu burunlardan biri, yəni Marokko burnu, Mərakeş burnu dediyim kimi. Bu yerləşir İspaniya ərazisində. Madrid, paytaxtı Madrid olan İspaniya ərazisində. Bu biri digər Roka burnu isə Portuqaliya ərazisində yerləşir. Portuqaliya Aralıq dənizi iqlimində yerləşib, Aralıq dənizinə çıxışı olmayan ölkədir. Yəni Portuqaliyanın gördüyüm bu dənizə çıxışı yoxdur. Aralıq dənizinə. Aha, bu da belə. Sonra biz indi udqar nöqtələri dedikcə keçək Avropanı tanıyaq. Bizim üçün gəlir bu hissə, gördüyüm bu hissə Şimali Avropa adlanır. Bax, gördüyüm sarı rənglə göstərilən hissə. Bir də bura İslandiyaya aiddir. Ada ölkəsi İslandiya. Bax, bu İslandiyadır. Ada ölkəsi. İslandiya deməli Avrasiya və Şimali Amerika litosfer tavalarının ayrılma zonasında yerləşir. Yəni burada tavalar bir-birindən ayrılır. Burada bir dənə milli park var. Eyfjokul milli parkıdır. Bu milli parkda Yaqut deməli su hövzəsi var. Çat zonasında da su. Və həmin o dalğıclar suyun dərinliyinə gedəndə burada açıq aydın şəkildə Avrasiya ilə Şimali Amerika litosfer tavalarının ayrılma zonasını müşahidə edə bilirsən.
Burada dediyim kimi Hekladır, Barbadonqadır. Bu vulkanlar yerləşir İslandiya ərazisində. Vulkanik cəhətdən aktivdir, qeyzerlər ölkəsidir. Bu ölkədə deməli müxtəlif deməli ərazilər, məişət obyektlər, dövlət obyektlərinin, sonra yaşayış binalarının isladılmasında heç bir əlavə deməli xərc çəkilmir. Çünki bu su birbaşa qeyzerdən qalxan su mənzillərə verilir. Və keçən dəfə dedik qeyzerin səthə çıxdığı çuxur nə adlanır? Nə adlanır? Nə deyirsən, bir də təkrarına zəhmət olmasa? Qrifon. Bəli, Qrifon adlanır. Afərin sənə. Bu da belə. Paytaxtı da Reykjavikdir. Burada göstərilib. Sonra gəlirik. Burada da görürsən Norveç dənizi yerləşir. Yəni, burada da isti, bax bu isti cəryandır. Norveç cəryanı gördüyün xətt. Norveç cəryanı gördüyün bu Şimali Avropanın iqlimini xeyli dərəcədə mülayimləşdirir. Və gördüyün bu hissədə olan Norveç dənizini qış aylarında donmağa qoymur. Gəldik indi Skandinaviya dağlarına. Skandinaviya dağları dedik Norveç İsveç ərazisindədir. Sonra bu hissədə dedik ki bizi Finlandiya qarşılayır. Düzdürmü? Aha. Bu yüzden bizi Skandinaviyadır. Kalkenpitger en hündür zirvəsi. Dedik Norveçdə yerləşir Sognefjordu. Kalkenpitger zirvəsi, Nordkünburnu. Sonra burada Skandinaviya dağları həm Kaledon Hersin yaşlıdır. Nə Kaledon deyil tək, nə Hersin. Keçən onu yanlış yazmışdı uşaqlar. Açıq testdə. Kaledon və Hersin yaşlıdır. Hər ikisi gedir. Aha. Kaledon və Hersindir. Bura istiyə 4-cü dövrün buzlaşması deməli böyük təsir göstərmişdi. Buna görə də həmin buzlaşma nəticəsində burada fiordlar yaranmışdı. Dediyim kimi Sognefjordu Norveç ərazisindədir. Burada gördüyüm Finlandiya, yəni Fennoskandinaviya adlandırdığım hissədə olan Finlandiya göllər ölkəsi kimi tanınır. Burada gördüyüm Ladoga gölü Avropanın deməli ən böyük gölüdür. Bax bu hissədəki Ladoga gölü. Biz hidrosfer bölməsini keçəndə bu Ladoga gölü ilə geniş şəkildə təkrarən nə edəcəyik? Tanış olacağıq ki, biləcəyik ki, bu Ladoga gölüdür. Deməli, Avropanın ən böyük nə idi? Gölü hesab edilir. Heç cür burada pozan işləmir. Aha. Dedik ki, bu Avropanın ən böyük gölü hesab edilir. Ladoga gölü. Sonra biz gəlirik nəyə? Şimali Avropadan danışdıqca, yəni Şimali Avropa gördüyümüz bu hissələri Estoniya, Latviya, Litva, eləcə də gördüyün bu şimal hissədə, baba bu gördüyün yarımada adlanır Jutlandiya yarımadası və yadda saxlamaq lazımdır ki, bax gördüyün bu hissədəki bu yarımada Jutlandiya yarımadasıdır. Atlası da qarşına qoysan, lap aydın olar. Və burada gördüyün bir dənə ada var, Jutlandiya qarşısında, bu Zelandiya adasıdır. Deməli, Danimarka dünyada yeganə ölkədir ki, özü yarımadada yerləşir, yəni Jutlandiya yarımadasında, amma paytaxtı Zelandiya adasında yerləşir. Bax gördüyün bu hissədə, bax üzərinə qırmızı qoyum. Bax burada ada var, ada. Bax bu ada. Bu qırmızı ilə gördüyün hissədə ada var və bu ada deməli Zelandiya adasıdır və Zelandiya adasında paytaxtı deməli Zelandiyada yerləşir. Bu da belə. Sonra biz Şimali Avropa haqqında başqa nələri qeyd etməliyik? Şimali Avropa haqqında o qədər də böyük, yəni yadda saxlanıcı məlumatlar yoxdur və Şimali Avropada yadda saxlanacaq morenlərdir, sirklərdir, karlardır, sonra moren təpələridir, tirələridir. Sonra hamısı bu buzlaqla bağlı olan relyef formaları bizə düşdükdə biz Şimali Avropanı ağlımıza gətiririk. Gördüyün bu deməli sarı rənglə göstərilən hissəni bax. Bu hissəni. Bir dəqiqə böyüdə bilsək. Aha, gördüyün bax bu hissəni. Bax gördüyün bu hissəni biz qeyd edəcəyik ki, gördüyün bu şimal hissələrində buzlaq relyef formalarına rast gəlir. Moren təpələridir, sirklərdir, karlardır. Bu hissədə göl çökəklikləridir. Dediyim kimi Finlandiya dünyada göllər ölkəsi kimi tanınmaqdadır. Aydın oldu fikrim. Keçək indi. Burada da dedik ki, Baltik dənizidir. Kəhraba ehtiyatı ilə zəngindir.
Deməli, bundan sonra biz keçəcəyik Orta Avropadan da biraz danışaq. Şimali Avropadan sonra keçəcəyik Orta Avropadan danışaq. Gördüyün kimi, yəni Şimali Avropanın bu arada iki okeana çıxışı var. Həm bu hissədən Şimal Buzlu okeanına çıxışı var, həm də bu hissədən Atlantik okeanına çıxışı var. Coğrafi mövqeyinə görə. Sonra biz Orta Avropadan, yəni gördüyüm bu hissə Orta Avropadır. Orta Avropaya, yəni Böyük Britaniya adası, İrlandiya adası, eləcə də gördüyüm bu mərkəzi hissələrdir. Belçikadır, Niderlanddır, Lüksemburqdur, Fransadır, Almaniyadır. Bunlar Orta Avropada yerləşir. İtaliyanın şimal hissələri Orta Avropada yerləşir. Orta Avropa Şimali Avropa kimi seysmik cəhətdən nisbətən sabit ərazi olaraq, yəni bu gördüyün Atlantik okeanına çıxışı olan hissəni, şərq hissəsini, qərb hissəsini qeyd edə bilərik. Bura tektonik çökmə zonasıdır. Bax, gördüyüm bu hissə tektonik çökmə zonasıdır. Məsələn, biz səninlə əvvəlki dərslərdə də qeyd etmişik ki, yəni bu hissədə yerləşən, yəni Hollandiya ərazisi, Niderland ərazisidir ki, Niderland ərazisində biz polderlərə rast gəlirik. Polderlər, deməli, Niderlandlılar okeanın gördüyüm bu hissəsini xüsusi qurğular vasitəsilə qurudaraq, deməli, qurudaraq öz ərazilərini genişləndirmişdirlər. Və Hollandlıların bir dənə məşhur deyimi var ki, əstəğfurullah, yəni hər yeri Allah yaradıb, Hollandiyanı isə Hollandlılar özü yaradıb, sırf bu polderə görə deyirlər. Yəni ölkə ərazisinin 40%, yəni bizim 20%-imiz işğalatdaydı. Təsəvvür elə, ondan 2 dəfə çox da bir ölkə üçün. Yəni elə bil ki, təsəvvür elə ki, İmişliyə qədər hər yer ermənidədir, İmişliyə qədər. O 40% hesab olunur bizim üçün. Və bu da Hollandiyanın 40%-dir ki, deməli texniki qurğularla ərazi xeyli sayda xeyli ərazi genişləndirmişdi, öz torpaq sahəsini artırmışdı. Orta Avropada bu dedik bu hissə texniki nə edir? Tektonik əyilmə zonası hesab olunur. Bax bu hissə. Atlasda da baxırsanmı yanaşı? Hə, bu hissə tektonik çökmə zonası hesab edilir. Sonra biz burada dedik ki, Böyük Britaniyadır, İrlandiya adalarına biz burada rast gəlirik. Nəhəng adalardır. Elə bax bu, yəni bax bu gördüyün adalar özləri də elə ölkələrin adı ilə adlandırırlar. Və bu Böyük Britaniyanın İrlandiyada quru torpaq sahəsinə malikdir. Bax bu gördüyüm bu hissəsi, bax bu hissə, mürəkkəblə göstərdiyim hissə, elə ora toxunum. Bax o hissə Böyük Britaniyaya məxsusdur. Yəni Böyük Britaniya ada ölkəsi olsa da orada quru sərhəddinə malikdir. Sonra biz Orta Avropa haqqında başqa nələri qeyd etməliyik? Burada Orta Avropa haqqında başqa qeyd edəcəyik. Niderland, Belçika, Almaniya, Danimarka kimi ölkələr Şimal dənizini, yəni gördüyüm bu hissəni qurudaraq polderlər vasitəsilə ölkə ərazisini deməli geniş hissəsini təşkil edirlər. Amma bu Orta Avropanın qərb hissəsinə gələndə buralar aktiv ərazilərdir. Yəni burada litosfer tavalarının, Afrika və Avrasiya litosfer tavalarının toqquşma zonasına deməli uyğun gəlirlər və burada iri dağ sistemləri olan Alp dağları, bax Alp dağları buradadır. İtaliyanın şimalında da Alp dağları daha çox İsveçrə ərazisinə düşür. İsveç yox ha, İsveç buradakı idi. Buradakı İsveçrədir. İsveçrə ərazisinə düşür. Dünya bankları buradadır, İsveçrədədir. Və İsveçrə eyni zamanda dünyada yeganə konfederativ ölkədir. Onu da keçində bilərsən. Bu Alp dağlarıdır. Avropanın ən hündür nöqtəsi olan Mont Blanc, bax bu gördüyüm 4807 metr yerləşir Orta Avropada. Yəni Avropanın ən hündür zirvəsi harda yerləşir deyəndə Orta Avropanı yadımıza salmalıyıq. Sonra bir də burada var Karpat dağları. Bax gördüyüm bu hissə Karpat dağlarıdır. Və Karpat dağlarının ən hündür zirvəsi Cerlaxovski ştitdir. Cerlaxovski ştit və o da 2655 metr hündürlüyə malikdir. Yəni gördüyüm bu qırmızı ilə olan hissələr ümumiyyət xəritədə yadda saxla. Qırmızının tüklüyü artanda hündürlük artmış hesab edilir. Yəni hündürlük daha yüksək olduğunu ifadə edir. Bax gördüyüm bu hissələr. Və bu yaşılın və yaxud göyün deyək çaları get-gedə artırsa, bax görürsən burada -27 metr görürsən necə tütdü. Bax diqqət elə bura, tütdüyə bax. Bura nisbətən tütdü də.
Bu tündlüyü artanda, qırmızının tündlüyü artanda hündürlüyü artır. Bu yaşılın tündlüyü artanda isə, yəni yaşıllaşanda bu açıqdan tündə çevriləndə isə dərinlik artır. Bu Xəzəryanı ovalıqdır. Mənim 27 metr. Xəzəryanı ovalıq. Burada Eltondu, Basqımçaq gölləri burada yerləşir. Bunları da keçəcəyim zaman gölləri hidrosfer bölməsində qeyd edəcəm. Aha, biz burada deməli 2 dənə dağı qeyd etdik ki, Alpdır, bir də Karpat dağlarıdır. Bu dağlar yerləşir harda? Deməli Orta Avropada yerləşmiş olurlar. Yadda qalarmı? Yəqin ki, qalar. Aha. Sonra bu orta dağlarında deməli Sudet dağları var. Bunlar nisbətən yaşlı dağlar. Deməli nə edir? Hesab olunur. Sudetdir, bir də Filizli dağlarıdır ki, bu dağlar deməli Almaniya ərazisində düşür. Yəni Sudeti burada verir, Filizli yoxdur. Bunlar Almaniya ərazisində yerləşir. Bir də burada böyük dedi ki, Almaniya-Polşa ovalığı var. Almaniya-Polşa ovalığı, deməli bax görürsən bu hissədə Almaniya-Polşa ovalığı bax. Almaniya-Polşa ovalığı. Gördün bu Almaniya-Polşa ovalığı Orta Avropanın ən böyük ovalığıdır. Adı da üstündə Almaniya-Polşa sərhədində yerləşir. Ona görə Almaniya-Polşa ovalığıdır. Bir tərəfi Almaniyadır, bir tərəfi Polşadır. Aydın oldu. Aha. Orta Avropadan başqa nə danışaq? Dedi Orta Avropada da yerləşir Fransa, Almaniya, nəhəng ölkələr. Böyük Britaniya, İrlandiya, sonra burada Belçika, Niderland, Danimarka aiddir. Danimarka Şimali Avropaya aiddir. Belçikada Niderlanddır. Bu ərazidə deməli dedik ki, nə edirlər? Dəniz suyunu, Danimarkada da polderlər var. Yəni dəniz suyunu qurudaraq texniki qurğularla öz ərazilərini artırırlar. Bu hissəsi sabitdir. Bax gördüyün bu hissəsi deməli sabitdir. Bu hissələr sabitdir. Sabit ərazilərdir. Bu hissələr tektonik əyilmə zonasıdır. Qırmızı ilə göstərilən hissələr isə sabit deyillər, aktiv ərazilərdir. Ona görə də burada dağlar çoxdur. Bax bu hissədə görürsən Karpat dağları var bu hissədə. Sudet dağları var. Sonra burada alt dağları var. Filizli dağları var ki, bunlar da yəni Karpatla alt cavandır, Sudetlə Filizli yaşlı dağlardır. Bu ərazidə yerləşirlər. Aydın oldu. Aha. Keçək indi biraz da Cənubi Avropadan danışaq. Deməli, Cənubi Avropa əsas olaraq yadda saxlayırıq ki, Cənubi Avropa deyəndə ağlımıza deməli 3 dənə yarımada gətiririk. Bax gördüyün bu yarımada Piriney yarımadasıdır. Piriney yarımadası. Sonra gördüyün bu yarımada Apenin yarımadasıdır. Apenin. Sonra gördüyün bu yarımada isə Balkan yarımadası hesab edilir ki, Balkan yarımadası. Bəs bu Balkan yarımadası, bu 3 yarımada deməli Cənubi Avropanın əsas özəyini təşkil edirlər. Yenə təşkil edirlər 3 dənə yarımada. 3 yarımada hansılardır desən, deyirik ki, bu yarımadamız Pirineydir, Apenindir. Apenindən də keçirib Balkan yarımadasıdır. Balkan. Aydın oldu. Bax, Pirineydə cəmi 2 dənə dövlət var. Bax, buradan bu hissədən belə Portuqaliyadır. Portuqaliyadır. Buradan belə İspaniyadır. Yəni, Portuqaliyanın cəmi bir dənə qonşusu var İspaniya. Dediyim kimi, Atlantik okeanına çıxışı yoxdur. Aralıq dəniz iqlimi hakimdir amma. Sonra, buradan beləsə İspaniyadır. Portuqaliya, İspaniya ilə Fransanın sərhəddində, gördüyüm bu hissədə bir dənə dağ sistemi yerləşir. Hansı dağ sistemidir o? Demişəm elə bilirəm. Necə? Əndəlüs bu hissədədir. Bax, bu hissədədir Əndəlüs. O da İspaniyadadır, düzdür. Piriney ilə, üzr istəyirəm, İspaniya ilə Fransa sərhəddində Piriney dağları yerləşir. Yarımadanın adı ilə eynidir, Piriney dağları. Yadda qalar. Bir də burada bir dənə dövlət var. Həmən ölkəni də Piriney dağları əhatə edir. Bax, burada cırtdan bir dənə ölkə var. Fransa ilə İspaniyanın sərhədində. Bəlkə onu da sən deyəsən bizə. Necə? Necə? Deyəməyəsən, canı sağ olsun. İndi birlikdə öyrənərik. Fransa ilə İspaniyanın sərhədində yerləşən ölkə Andorradır. Cırtdan ölkə olan Andorradır. Yəni, o da Piriney dağlarını əhatə edir. Bu da belə. Sonra, bu hissədə dedik ki, bu Apenin yarımadasıdır. Apenin. Gözə görə buranı təmizləyə bilsək.
Silə bilmirik. Silənəcəm üstünə düşür. Hə. Bax bu hissə AP'nin yarımadasıdır. Bax bu hissə AP'nin. Burada da 2 dənə ölkə var AP'nin-də. Bu əsas AP'nin yarımadası İtaliyadan ibarətdir. İtaliyanın içərisində 2 dənə ölkə var. Bu hissədə dünyanın ən qədim respublikası olan San Marino yerləşir. Bu hissədə isə Vatikan yerləşir. Yəni teokratik monarxiya olan, yəni dünyada papa deyirlər. Ha, tez-tez deyirlər papa dəyişdi. Nə bilim papa öldü, yerinə başqası gəldi. O papa burada oturur Vatikanda. Dünyanın ən kiçik ölkəsidir. 44 hektar sahəyə malikdir. Sonra burada San Marino'da dünyanın ən qədim respublikası hesab olunur. Yəni AP'nin-də də bir dənə ölkə var, İtaliya. Amma Balkan yarımadasında yəni ölkə desən say bitməz. Balkanda çoxdur. Məsələn, burada Yunanistandır. Onun şimalında Şimali Makedoniyadır, Albaniyadır. Sonra burada burada Montenegrodur, Serbiyadır, Xorvatiyadır. Yəni hamısı bu Balkan yarımadasında yerləşən ölkələrdir. Aydın oldu. Yəni ən çox ölkə bax məhz Balkan yarımadasındadır bunlar içərisində. İndi bir də təkrarlayaq. Pireneya yarımadasında hansı iki ölkə var? İspaniya və Portuqaliya. AP'nin-də hansı ölkə var? San Marino. Amma deyirik ki, müəllim, bu iki ölkə İtaliyanın tərkibində yerləşir. Yalnız İtaliya ilə sərhədlənir. Bu ölkələr adlanır anklav. Bax, bu ölkələr anklav adlanır. Anklav. Anklav nədir? Anklav odur ki, bax, bir dənə nəhəng qara nöqtə qoyaq. Nəhəng qara nöqtə. Aha. İndi bir dənə bunun ortasından da bir dənə kiçik elə qırmızı nöqtədən istifadə edək. Bax, bu qırmızı nöqtə var ha. Bu qırmızı nöqtə bizim üçün anklavdır. Yəni, gördüyün bu qara nöqtə, fərz edək ki, gördüyün bu qara nöqtə, kiçildək yazaq. Deməli, gördüyün bu qara nöqtə, deyək ki, elə Vatikandır. Vatikan yazaq, Vatikan. Bu qara nöqtə isə İtaliyadır. İtaliya. Buradan belə başa düşürük ki, yəni Vatikan hər tərəfdən İtaliya ilə əhatə olunduğu üçün anklavdır. Məsələn, Carın içərisində birazdan göstərəcəm. Lesoto ilə Svalizet var da, 2 dənə kiçik ölkə. Onlar da yalnız bir ölkə ilə Carın əhatə olunduğu üçün biz ona anklav deyirik. Aydın oldu. Yəni bir ölkə bütün sərhədləri boyunca yalnız bir ölkə ilə əhatə olunubsa, bütün sərhədləri, bax, qırmızının bütün ətrafı, o anklav hesab olunur. Həmin o ölkə anklav hesab olunur. Aydın oldu. Və yaxud bura İtaliyanın anklavı da deyə bilərik. Anklavı da öyrəndin. Hə, indi keçirik nəyə? Cənubi Avropadan da danışdıq. Cənubi Avropada seysmik cəhətdən aktiv ərazidir. İstər Pireneya, AP'nin, Balkan, yəni bunlar seysmik cəhətdən aktiv ərazilər hesab olunur. Əsasən burada bizim AP'nin yarımadasında deməli Vezuvi vulkanımız var AP'nin yarımadasında. Yəni bu gördüyün çəkməciyə oxşayan İtaliyanın ərazisində var bizim Vezuvi vulkanı. Amma AP'nin yarımadasında, yəni bax bu hissədə AP'nin yarımadasında Etna vulkanı yerləşir. Gördüyünüz kimi 3323 metrdir. Burada isə Vezuvi yerləşir. Üzr istəyirəm. Siciliyada Etna yerləşir. AP'nin-də Vezuvi yerləşir. Yadda qalar. Aha. Bu iki əsas Avropanın əsas vulkanları deməli bunlardır. Cənubi Avropanın. Sonra burada deməli Postoyun mağarası var. Sloveniya ərazisindədir. Sloveniya ərazisində Postoyun mağarası və bu Postoyun mağarası deməli Sloveniya ərazisində yerləşməklə fərqlənir. Məsələn, İspaniya ərazisində Menorka çimərliyi var. Yadda saxla. Sonra dedik ki, Postoyun mağarası Sloveniya ərazisindədir. Yəni İtaliya haqqında bunları bilsək. Sonra məsələn, burada Matterhorn piki var. Matterhorn piki. O yerləşir deməli İsveçrə ərazisində, bax bu Alp dağlarında. İsveçrə ərazisində. Bu hissədə Padano balığı var. Bax gördüyün bu hissədə Padano balığı yerləşir. Padano balığı İtaliyanın şimalındadır və Matterhorn piki də İsveçrə ərazisində yerləşir. Sonra biz Cənubi Avropa haqqında başqa nə deyək?
Baxaq görək nəsə qaldımı? Yox, hər şeyi qeyd elədik. Seismik cəhətdən aktiv ərazidir bu hissə. Alp-Himalay qırışıqlığının davamıdır. Bax, gördüyün bu hissə Alp-Himalay qırışıqlığının davamı hesab edilir. İndi biraz da keçək biz Şərqi Avropadan danışaq. Ümumiyyətlə, Şərqi Avropa deyəndə yadda saxla ki, Şərqi Avropa bəsitdir. Yəni sadədir. Niyə sadədir? Çünki Şərqi Avropa 3 ölkəni əhatə edir. Bu ölkələrdən biri nəhəng Rusiyadır. Bax, gördüyün bu hissədən belə Rusiyanı əhatə edir. Rusiya. Yəni içəridə bu istiqamətdə Rusiyadır. Sonra Rusiyanın hal-hazırda düşmən münasibəti, yəni düşmənçilik elədiyi ölkə, müharibə apardığı ölkə, paytaxtı Kiyev olan Ukraynadır. Bu rəng seçilmədi, dəyişək. Paytaxtı Kiyev olan Ukraynadır. Bir də Ukraynanın şimalında gördüyüm bu hissədə deməli bizim Belarusumuz var ki, Belarusiya adlı ölkəmiz var ki, bu üç ölkə məhz Şərqi Avropada yerləşir. Şərqi Avropa başdan başa ibarətdir. Bax, ibarətdir Şərqi Avropa. Yəni Avropanın deyək ki, şərq hissəsi və yaxud Şərqi Avropa adlandırdığımız hissə elə adı üzərində olan Şərqi Avropa düzənliyindən. Bax, gördüyüm bu nəhəng hissə Şərqi Avropa düzənliyidir. Yəni, başdan başa Şərqi Avropa düzənliyindən ibarətdir. Deməli, bu Rusiyanın Avropa hissəsidir. Bununla bağlı mən paylaşım eləmişəm. Rusların 50% hissəsi bu hissədə yaşayır. Bu Avropa hissəsində. Çünki yaşayış üçün əlverişli, rahat bir hissədir. Bir də Rusların burada, bax bu hissədə bir dənə eksklavı var. Yəni anklav dedik ki, yalnız bir ölkənin əhatə olunub. Eksklav odur ki, bir ölkənin ərazisi var. Bax bu bir ölkənin ərazisidir, Rusiyanın ərazisidir. Bu ərazi yalnız bir dənə ölkə ilə deyil, bayaqki kimi. Artıq 2 və daha artıq ölkənin ərazisi ilə əhatə olunub. Bu zaman eksklav olur. Məsələn, Rusiya özü isə bax buradadır. Rusiya özü buradadır, düzdür? Özü buradadır. Bax, bu hissə Rusiyanın ərazisidir. Amma görürsən, Rusiyanın bu gördüyün eksklavın arasında deməli 2 dənə ölkə yerləşir. Kaliningraddır bu. Bu Kaliningraddır. Rusiyanın eksklavıdır. Kaliningrad adları. Kaliningrad. Onsuz bunları keçəcək. Yəni, indidən qeyd kimi götürsən, özünü artıq məlumatlara öyrəşdirsən, sənin üçün növbəti dərslər asan olur. Yaxşı? Aha, bu da Şərqi Avropa düzənliyidir dedik. Şərqi Avropa, başdan başa Şərqi Avropadan ibarətdir. Buranın hündürlüyü azdır. Deyərsən ki, müəllim, hardan bilirək yazdır? Görürsən ki, yaşıl rəngin çalalı çoxdur. Burada qırmızı görmürük ki. Bax, qırmızı rəng görürsən burada. Var Ural dağları, o heç. Ural dağları xaricdə qırmızı görürsən, bu Ural dağlarına qədər olan hissədir. Ona görə hündürlüyü azdır. Amma bu Cənubi Avropanı görürsən, başdan başa qırmızıdır. Amma bura hündürlüyü azdır, sabit ərazidir, platformanın mərkəzi hissəsidir. Başqa Şərqi Avropa haqqında nələri deyək? Şərqi Avropa seismik cəhətdən bax bir qədər aktiv ərazisi bu Krım yarımadasıdır. Krım adasıdır. Bax bu Rusiyanın Ukraynanın başı bəlalı hissəsi var ha. Rusiya hal-hazırda bu Krım yarımadasını tutur da. Bu Krım türklərinin olduğu ərazini. Qırmızının çalarını görürsən burada. Bax qırmızını görsən, nisbətən qırmızını. Gözlə. Bax, nisbətən qırmızını görürsən də burada. Bu da o deməkdir ki, burada hündürlük var, Krım dağları var. Ən hündür nöqtəsi Romankoşdur, Krım dağlarının. Və 1545 metr hündürlüyə malikdir. Krım, Romankoş. Və nisbətən Cənubi Avropanın aktiv hissəsi buradır. Bir də burada Elbrus var, Elbrus. Elbrus gördüyün kimi bu Azərbaycanın şimal hissəsində yerləşir. Elbrus Avropada deyil. Çünki görürsən burada qeyd olunmuyor. Elbrus Asiyadadır. Sadəcə bunu bəzi bizim Azərbaycanlar istəyir ki, Avropanın ən hündür nöqtəsi kimi Elbrusu verək, amma bölgü ilə düşmür. Məsələn, Elbrusun hündürlüyü 5642 metrdir. Bax bu hissədədir. 5642 metrdir. Amma gördüyüm bu Mont Blanc'ın hündürlüyü 4807 metrdir. Normalda bu Avropada olsa bu olmalıdır hündür zirvə. Amma Avropada deyil. Avropada olan deməli Mont Blanc'dır. Ona görə Avropanın ən hündür nöqtəsi Mont Blanc hesab olunur. Burada isə Elbrusdur. Bax, var, qeydlər çoxdur. İndi bunu da bir dənə qısa yazın. Var, bax, indi yazın bura. Var, Elbrus. Çox pis göstərir. Bunu yazıb, bunu da belə qalınlaşdıran kimi pis günə düşür.
Var Elbrus. 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 Var El. Bak El. Bu. Üzr istəyirəm. Üzr istəyirəm deyir üzr. Var. Elbrus. Elbrus. Burada dəyişən R ilə onun yeridir. Bax. Bilmirəm nə dərəcədə oxunur. Görə bilirsən? R ilə onun yeridir bu ikisində. Aydın oldu. R ilə onun yeridir. Bunu nəyə görə deyirəm? Bax bu Rus olanı, Rusla yazılanı. Rusiya ilə sərhəddimizdə olanıdır. Rusiya ilə sərhəddimizdə olanıdır. Bu Rus olanı. Bir də var. Elbrus. Elbrus isə bax bizim bu İranla sərhəddi. Bax İranın bu hissəsində yerləşir. Xəzər dənizi sahillərində. O İran ərazisindədir. Amma Elbrus Rusiya ilə bizim sərhəddimizdədir. Elbrus deməli, bax bu İranla sərhəddə olan Elbrus 5610 metrdir. 5610 metrdir. Elbrus 5642 metrdir. Yəni şimaldakı daha hündürdür. Yəni sonu Rus olan, bax imtahanda da düşə bilər. Sonu Rus olan Rusiya ilə sərhəddimizdədir. Sonu Rus olmayan, yəni Urus olan, Urus yazılan. Biri var Rusiya, biri var Uruset, biri də var Rusiyada, düzdür? Yaşlı adamlar Uruset deyir. Bax o yaşlı adamların dediyi Urusetdə olan Urus yerləşir İranın ərazisində, Xəzər dənizi sahillərində. Amma Rus yazılanı Rusiya ilə bizim sərhəddimizdədir. Yadda qalar. Çox keçək. Bunları da qeyd kimi götür. İndi nə qaldı burada? Hə, dedik ki, Şərqi Avropa deyəndə əsasən Şərqi Avropadır. Sonra burada imtahanda düşməyəcək kimi verilən Orta Rusiyada, Valdaydı, Dnepr boyudur. Bunlar da yəni Volqa çayının başladığı hissələr. Yəni bu hissələrdə deməli belə deyək də orta yüksəkliyə malik olan daha çox təpə tirə şəklində mövcud olan bizim nəyimizdir? Yüksəkliklərimizdir. Bax bu hissədə. Əsasda bir də bunlardır. Bunlar da yəni imtahanda düşəsi bir şey deyil. Sadəcə yadında saxla, Orta Rusiyada Dnepr boyudur, Volqa boyudur, Stavropoldur. Yəni bunlardır. Yəni Dnepr boyu nədir? Dnepr çayının sahilidir. Volqa boyu Volqa çayının sahili boyuncadır. Budur. Başqa bir şey yoxdur. Aydın oldu. Deməli, bununla da Avropanı yekunlaşdırdıq. Dedik, Avropa 3 hissədən ibarətdir. Gördüyüm bu hissə Şimali Avropadır. Bu ada İslandiyadır. Burada Skandinaviya dağları var. Kalkenpikkerdir. Kalkenpikker Norveç ərazisində yerləşir. 5649 metr hündürlüyə malikdir. Aha. Və üzr istəyirəm. 5469 metr hündürlüyə malikdir. Rəqəmlərin yerini ağlımda dəyişdim. 5469 metr hündürlüyə malikdir. Kalkenpikker Norveç ərazisindədir. Sogne fiyordu var. O da Norveç ərazisindədir. Sonra dedik ki, Finlandiya daxil olanda Fenoskandinaviya adlanır. Bunların mərkəzində Baltik dənizi yerləşir. Bu hissədən isti Norveç cəryanı iqliminə təsir göstərir. Dedik, Danimarka dünyada yeganə, yəni qeyd edəcəyimiz özü yarımadada, paytaxtı adada yerləşən ölkədir. Özü hansı yarımadadadır, paytaxtı hansı adadadır? Onu da sən qeyd elə. Zelandiya adasındadır. Aha. Paytaxtı Zelandiya, afərin sənə. Paytaxtı Zelandiya adasındadır. Sonra biz keçdik Orta Avropadan danışdıq. Dedik, Orta Avropanın bu hissəsi sabit ərazidir. Tektonik çökmə zonasında yerləşir. Burada əsasən ölkələr öz ərazilərini genişləndirməklə məşğuldur. Amma Böyük Britaniya bu siyasəti yürütmür. Bax, Böyük Britaniya qatışdırmayaq. Bu gördüyüm bu hissə Şimal dənizidir. Bu hissədə Şimal dənizi yerləşir. Və Şimal dənizi sahilində yerləşən elə Şimali Avropada olan Danimarkadır, Belçikadır, Almaniyadır. Sonra Niderland kimi ölkələr polderlər, yəni xüsusi texniki qurğular vasitəsilə dəniz suyunu qurudaraq ərazilərini genişləndirir. Ən çox genişləndirəni Niderlanddır ki, Niderland. O da 40% ərazisini genişləndirib bu sahədə. 40% ərazisini genişləndirmişdir. Sonra biz səninlə qeyd etdik ki, Niderland ərazisi genişləndirilmişdir. Bu hissədə dedik, həm cavan, həm yaşlı dağlar var. Cavan dağlar kimi alt dağlarını qeyd etdik. Ən yüksək zirvəsi deməli Mont Blanc'da 4807 metr. Bu hissədə Karpat dağlarını qeyd etdik. Dedik, Karpat dağlarının ən hündür zirvəsi Gerlakovski şiddətdir. 2655 metr hündürlüyə malikdir. Bu hissə tavaların toqquşma zonasına uyğun gəlir. Hansı tavaların toqquşmasına uyğun gəlir?
Afrika və Avrasiya litosferi. Afərin sən. Afrika və Avrasiya litosfer havalarının toqquşması zonasına uyğun gəlir. Burada 2 dənə yaşlı dağ adı qeyd etdim. Onlar da səndə biri Sudet, digəri isə Filizli. Filizli və Sudet dağlarıdır ki, yaşlı dağlar da burada yerləşir. Deməli, 2 cavan Alp, Karpat, 2 yaşlı Filizli və Sudet dağları burada yerləşir. Sonra biz dedik ki, Orta Avropa haqqında burada Almaniya Polşa ovalığı var ki, Orta Avropanın ən böyük düzənliyi hesab edilir. Sonra Orta Avropada, yəni bu hissədə Lamanş boğazı var, bunu da qeyd edək. Lamanş boğazı deməli Pas-de-Calais-də, bir hissədən sonra Pas-de-Calais-də adlandırılır Avropalar. Bu hissədə Fransa və İngiltərənin sərhədində yerləşir. Qeyd edim ki, Lamanş boğazından əlavə Lamanş adlı tunel də çəkilib, sualtı tuneldir. Yəni o Böyük Britaniya ilə Fransanı bir-birinə bağlayır. Sonra biz Cənubi Avropaya keçəndə dedik ki, bu keçid hissədə hansı dağdır burada? Fransa ilə İspaniya sərhədində. Bəli. Piriney dağlarıdır. Eynən bu yarımadanın adı nədir? Piriney yarımadası və Piriney. Piriney yarımadasında 2 ölkə yerləşir. Hansı ölkələrdir? İspaniya və Portuqaliya. Portuqaliyanın Aralıq dənizinə çıxışı var? Yoxdur. İspaniyanın var. Sən mənə də görüm, Etna vulkanı Apennin yarımadasındadır, yoxsa Siciliya adasında? Siciliya adasındadır. Bəs Apennində hansı vulkandır? Vezuvidir. Sonra burada 2 dənə ada var. Biri Korsikadır, biri də Sardiniyadır. O 2 ada da burada yerləşir. Korsika ilə Sardiniya. Cənubi Avropa. Burada dedik ki, deməli, Postoy mağarası var. Hansı ölkənin ərazisindədir? Sloveniyanın ərazisində Postoy mağarası var. Başqa burada Xorvatiyanın ərazisində Dalmasiya tipli sahillər var. O da Xorvatiyanın ərazisində yerləşir. Bu yarımadanın adı nədir? Balkan yarımadasıdır. Afərin sənə. Balkan yarımadasıdır. Dedik ki, Ural dağlarından qərbə getdikcə bizim üçün hansı ərazi gəlir? Avropanın hansı ərazisi gəlir? Şərqi Avropa. Şərqi Avropa bütövlükdə hansı düzənlikdən təşkil olunub? Şərqi Avropa düzənliyindən. Dedik ki, Rusların 50%-ə qədəri Şərqi Avropa düzənliyi olan hissədə yaşayır. Dedik, Avropa və Asiyanın sərhədində 3 dövlət yerləşir. Hansılardır? Rusiya, sonra Gürcüstan. Afərin. Qazaxıstan və Türkiyə. Düz deyirsən. Qazaxıstandan Türkiyə. Dedik ki, səninlə birlikdə bizim karıxmalı olmadığımız burada əsas məqam var. Bu məqam nədən ibarət idi? Qeyd etdik ki, burada Elbrus və Elbrus var. İndi sən mənə də görüm, sonu Rus olan Azərbaycanın şimalında yerləşir, yoxsa cənubunda? Şimalında yerləşir. Hündürlüyü nə qədərdir? 5642. Bəs bu Xəzərin sahillərində İran ərazisində yerləşən hansıdır? Bu da ki, Elbrusdur. 5610 metr hündürlüyə malikdir. Eyni zamanda yadda saxlayırıq ki, Elbrus sönmüş vulkandır. Sönmüş vulkan. Yaxşı? Sönmüş vulkan. Sönmüş vulkanda bu qədər dedik ki, sönmüş vulkandır. Yəni, Avropa haqqında kifayət qədər öyrənməli olduğumuz məqamlara baxdıq. Bir də burada Şərqi Avropada Ural dağlarının ən hündür zirvəsi olan Narodnaya, deməli, dedik ki, Narodnaya da var. 1895 metr hündürlüyə malikdir. Bunu da Şərqi Avropa ilə bağlı yadda saxlayaq. Bu da Şərqi Avropaya aiddir, bilirsən, Ural dağları. Bu da belə. Ucqar nöqtələri dedik, şimalda Nordkin, cənubda Marokko və Roka. Marokko və Roka. Sonra bir də qərbdə isə Qütb Uralı təşkil edir. Marokko hansı ölkədədir? İspaniyada. Bəs Nordkin? Nordkin Norveçdədir. Bəli. Roka?
Rok hansı ölkədədir? Portuqaliyada. Dedi, Roka ilə Nordkin hansı xüsusiyyətinə görə fərqlənir? Bir-birinə çox yaxındırlar. Bəli, başqa belə bir buruna biz heç rast gəlmirik. Bu da belə. Avropa haqqında deməli, bu da Murmanskdır, keçəcək. Murmansk limanı var. Bu da ruslara məxsusdur. Bu heç. Kalininqradda da qeyd elədik ki, bu ərazidədir. Anklavla eksklavı da bildik də. Anklavla eksklavın fərqi nədədir? Yox, anklavla eksklavın fərqini nədə gördük? Aha. Yox, bax. Gözlə, indi deyəcəm. Səbirli ol sən. Gözlə. Gözlə. Sən mənə de görüm, bunun hansı eksklav, hansı anklavdır? Məsələn, gözlə, bir dəqiqə səbirli ol sən. Bax, buna deyək 1, buna deyək 2. Hansı eksklavdır? İkinci. Birinci isə anklavdır. Yəni, anklav odur ki, yalnız bir dövlətlə, bütün sərhədləri bir dövlətləndir. Eksklav odur ki, bir neçə. Məsələn, Azərbaycanda eksklav varmı? Varmı? Var, yoxsa yoxdur? Olar. Hansı olar? Necə? Səncə hansı da Azərbaycanda varsa eksklavları ola bilər? Necə? Ola bilməz. Bax. Azərbaycanda Naxçıvan eksklavdır. Hərf olaraq bilirəm, oxunmur elə. Naxçıvan eksklavdır. Və biz niyə çalışırıq ki, Zəngəzur dəhlizini açaq? Çünki eksklavda ərazi bizimlə quru sərhəddi yoxdur. Niyə eksklavdır? Çünki ancaq bir ölkə əhatə olunmuyor axı. Türkiyə, İran və Ermənistan əhatə olunduğu üçün eksklavdır. Yəni Azərbaycanın eksklavı var. Aha, yadda saxladım. Bu getdi. Şimali Avropadan danışdıq. Yəni bunu görə silə bilərik. Yəni silə bilərik. Elə bilirəm belə dərs